Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, həm vaxt olmurdu videolar çəkib paylaşmağa, həm də ki görürəm elə baxmısınız, baxanlar like qoymur. Ona görə elə çox videolar çəkib paylaşmıram. Elə vaxt olanda arada bir. İnşallah nə bilim, bəlkə birazdan yaxşı videolar gəldi. Məlumat elə o kənd yerində çəkdiyimiz çəkilişlər durur. Bir 15-20 dənəsə onları yükləyəcəyəm mövzularla. Ondan sonra da gözəl çəkilişlərimiz təbii ki gəlir. İndi isə başlayaq mövzumuza əziz izləyicilər. Sadəcə sizdən xahişim odur ki, like qoyun və abunə olun. Çünki çoxunuz baxsınız, like qoymusunuz, videoda inkişaf eləmir. Ona görə mən də elə çox videolar paylaşmıram. Belə, indi əziz izləyicə keçək mövzumuza. Mövzumuz deməli, bugün sinüsit xəstəliyi haqqında danışıb məlumat verəcəyəm. Bu sinüsit xəstəliyi necə olur, necə tutur və nə etmək lazımdır onun müalicəsi üçün. Deməli, əziz izləyicilər, bu xüsusən cavan, belə deyək də, fərələrdə, beçələrdə, çolpalarda olur. Həmçinin hündüşka balalarında da olur bu. Bu xəstəlik oldu, necə olur? Bunda xırıltı ola bilər. Yəni görürsüz ki, sanki toyuqlar xırıldayır. Ondan sonra belə deyək, gözünün belə böyrü zat şişir, belə basısız burnundan belə irinli su gəlir, belə hətta bir cürə qoxusu olur, yəni pis qoxusu olur. Yəni sinüsit xəstəliyi budur. Bu çox vaxt elə belə deyərdik, qorxulu xəstəlik deyil, yəni necə deyim, keçici, belə kökünü kəsən, ancaq öldürə də bilir. Yəni hansı toyuq ona yoluxubsa, onu müalicə etməsəz, o ölə bilər. Yəni əziz izləyicilər, bu sinüsit xəstəliyi ilk öncə soyuqdan ola bilir. Yəni yeri soyuq oldu. Bu xüsusən dekabrda, yanvarda baş verir. Yeri soyuq oldu. Ondan sonra nə bilim, gözünün şişməyi ümumiyyətlə bir çox şeylərdən olur. Onun ona aidiyyəti yoxdur. Sinüsitində o göz şişmə haqqında danışacağam gələn videolarımda. Sinüsit xəstəliyində belə göz şişir, üz də, yəni belə deyək, üzü şişir, belə bassan burnundan belə irinli su gəlir, belə pis də qoxusu olur. Bu ilk öncə soyuqdandır. Yəni toyuq çox soyuğa şey olubdur da, yəni çox soyuq dəyibdir və xırıltı var. Onun üçün buna əziz izləyicilər nə etmək lazımdır? Bu xəstəliyə yoluxdusa, ilk öncə onun yerini isti eləmək lazımdır. İsti ki, bütün belə deyək, o soyuq dəyməsi ondan çıxsın. Ondan sonra əziz izləyicilər antibiotiklər vermək lazımdır. Vitaminlər, nə bilim digər belə deyək də güclü yemlər. Sularına vitamin qatması, ciktonik, supervet, intravid və sairə vitaminlər. Hətta bəzilər ola bilər ki, gözü tutular, içməyə bilər. Onu şprislə çəkib boğazına belə tökə bilərsiniz. Yəni vitamin mütləq olmalıdır. Ondan sonra əziz izləyicilər çoxlu xırıltı varsa əgər toyuqda, ona çoxlu soğan və sarımsaq, hətta yemirsə belə sarımsağı uduzdurmaz. Ancaq çox toyuqlarda bu sinüsit xəstəliyinə yoluxanlarda belə deyək də gözü şişir, onun adı nə idi? Göz şişir, bu bir gözü, yəni belə deyək də şişir, o birisi gözündən görüb yeyir. Amma bəzilərində çox şişəni var, pis günə düşəni var, yəni bütün gözləri uzaq tutulur, xırıltı, qıza. Onda özünüz vitamini də şprislə içirdiniz, belə deyək, yemi də, sarımsağı zad da ondan uddurursunuz. Yəni belə edisiz. O sarımsağı zadı uduzdurursunuz, o xeyirdir. Yəni bir çox belə deyərdim də növlərdən müalicə edirsiniz. Ondan sonra əgər xırıltı varsa bir qram zat da spirt tökə bilərsiniz ki, o xırıltıya, xırıltıya zada qızışma gəlsin. Təbii ki, mənim kanalımda da var, deməli, üzüm sirkəsidir, ondan sonra sarımsaqdır, acı bibardır. Bax, onunla da hazırlayıb,
belə deyim, sularına tökə bilərsiniz. O da antibiotiklərini çoxaldır, immunitetlərini gücləndirir. Antibiotikdir də, yəni belə antibiotik kimi o verə bilərsiniz onu. İmmunitetinizi zadı gücləndirəcəkdir. Kıxı zadı içində bibar, sarımsaq olduğundan, sirkə olduğundan. Yəni belə ondan da verə bilərsiniz. Ondan sonra əziz izləyicilər, bunun belə basısız gözünün qırağından onun bütün içindəki o irinləri zadı çıxarsınız. Gündə bir dəfə, 2 dəfə elə eləməlisiniz. Bir də əziz izləyicilər, insan aptekində satılır. Yəni insanda da belə soyuq dəymə olanda alınıb vurulur pensilin. Ondan alırsınız, onun elə bil ki suyu 2 qramdır, səhv etmirəmsə, onu qatsız, hər toyuğa 1 qram vurursunuz. Bir gün, 2 gün belə vurursunuz, o bütün soyuq dəymədən belə deyim, toyuqları şey eləyir də, müalicə eləyir. Yəni ən qəşəng onun dərmanı pensilindir. Yəni bax əziz izləyicilər, bu xəstəliyə yoluxdular toyuqlarınız. Birincisi sularına vitaminli sular qatın, yəni çiktonikdir, supervitdir, intravitdir. Bunu verin. Əgər o sinüsit xəstəliyinə yoluxubsa, göz baş şişibsə, yəni çalışın onu elə isti bir yerdə, bir dənə 2 dənə toyuq əgər elə olursa, digərlərində yoxsa, o bir dənə 2 dənə toyuğu çıxar nari yerdə, isti bir yerdə saxlayın. Təbii ki, əgər cinssə və yaxud istəyirsiniz sağaldasınız, sevdiyiniz toyuqdursa. Suyuna bayaq dediyim kimi vitaminli su atın verin. Ondan sonra yemini biraz gücləndirin, o şəkərli yemdən zaddan alın, verin. Çünki onun içində bir çox mikro, makro elementlər, vitaminlər olduğundan, belə deyək də, o xeyirdir toyuğa, yəni gücləndirəcəkdir. Ondan sonra sularına bayaq dediyim kimi o sirkəli, sarımsaqlı, tu qatsız və bir gün, 2 gün onu saxlayırsınız. Ondan sonra onu sularına töküb belə verirsiniz, içirlər. Sonra əziz izləyicilər, sarımsaq uduzdura bilərsiniz, soğan doğrayıb verə bilərsiniz. Bu sarımsaq zaten onlara həm qıxına, həm xırıltısına da xeyirdir. Ondan öndəki təbii ki, soğan, sarımsaq vitamindir və belə deyək də immunitetlərini artırır. Və bir əgər ki belə xırıltısı varsa 1 qram araqdan zaddan belə elə bir şpilsə 1 qram çəkib belə araq belə boğazına tökə bilərsiniz. Həm qızışma verəcəkdir, yəni araq, həm də ki o xırıltını zadı götürəcək. Və ən əsas da yəni bunu mütləq etməlisiniz. Yəni bir sularına vitamin qatıb, bir də bax bunu o pensilin iynəsini alırsınız. İnsan aptekində satılır. Bir belə deyərdim ampulada da o suyunda 2 qram səhv etmirəmsə olur. Onu töksüz qatsız, yəni o paraşokuna və toyuqlara hasında varsa onlara vurursunuz. Təbii ki, digər toyuqlarınıza da vura bilərsiniz. Yəni imkan varsa çatdıra bilirsiniz. Məsələn 20-dən, 30-dan, 40-dan toyuqdursa tutub belə vura bilərsiniz 1 qramdan bir gün, 2 gün. O pensilin çox yaxşı belə deyərdim dərmandır. Bütün soyuq dəyməni zadı aparır. Yəni bax belə eləyirsiniz. Bir də hər gün 2 gün, gündə 2 dəfə zat belə basıb burnundan o suyunu çıxardırsınız ki, o burun təmizlənsin. Yəni bax belə bu şeylə eləsəz, toyuğunuz özünüzlə görəcəksiniz ki, sağalır. Bax belə əziz izləyicilər, bugün də istədim bir balaca bu haqda danışan məlumat verəm. Hər kəsə təşəkkürlər. Kanallarımıza Quşlar TV, Lal Ördəklər TV, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Videolarımıza da like qoyun, çünki biri-birindən gözəl, faydalı videolar gəlir. Sağ olun əziz izləyicilər, salamat qalın və gələn videolarda görüşmək ümidi ilə sizdən ayrılıram. Sağ olun, salamat qalın.